Heydər Əliyev gələcəkdi. Onun üçün də Çardaqlı adlı bir yer düzəltmişlər, hündür. Gəldi, çıxdı. Gəlib çıxandan sonra çıxdı çardağa. Baxdı, gördü üstü örtülüdür. Cəmaat da hamısı tozun torpağın içərisindədir. Baxdı, dedi, bu zadı götürün. Üstün örtüyün götürün. Onu da üstün örtüyün götürür. Necə xalq elə baxırdısa, o da onun kimi cəmaatla birlikdə o zadda çıxış elədi. Çıxış etdi, qutardı, kimlərlə lazımdırsa onlarla söhbətini elədi, yəni çıxış eləyənlərlə. Sonra da düşdü, düşəndə bu cəmaat elə bildi ki, tabi düşüb gedəcək də. Elə oldu ki, döndü sağa, o şəhərcikdə 2 dənə küçə vardı. Küçənin birinci küçü ilə düz getdi. Öz-özünə hamı da fikirləşir, buna kim istiqamət verdi ki, bu belə gedir. Axı, belə də bir otaq hazırlamışlar bunun üçün. Elə oldu ki, döndü bir, hardasa bir 20-30 metr getmişdi. Gördü tüstü var. Tüstünü gördü. Dedi o nədir? Dediler ki bəs bu genç var onun toyu olacaqdı. Ona göre de orada çörək pişirirler. Hazırlaşdı bu çörək pişirməyə ki oğlumun toyu olacaq. Səhər yox bir gün. Elə pişirirdi təsadüf halda dediler Heydər Əliyev gəlir. Dedim Allah sen salamatlığı onun canını sağ elə. Gördü ki geldi çörəyin üstüne. İlham Əliyevin özü de gelmişdi. Geldi görüştü, çöreğimizden de kesti, yedik. Bir de bu da benim kaynımın yoldaşıydı. Çöreği de o pişirirdi. Hoş geldin sana. Hoş geldin. Teşberi Cebrail çöreğiydi. Ondan bir lokma da başarılı. Yani buradan gel, buradan. Buraya zarar dur. Yuxarıdır, yuxarı yoldaş Əli. Cebrail yuxarısı, Cebrail yuxarısı. Buğda da yaxşı buğdadır. Buğda da yaxşı buğdadır. Bu da Cebrail pendiridir. Cebrail pendirini burada nə cürə bəs? Qoyun da kuzu da bəsləyib əmələ. Oradan getdiyi damazlıqdan da hələ kökün kəsməyibdir. O çörekten götürdüm, öz oxlavımla kişiye çörek verdim. Dedim, iyi halalın olsun. Dedi, sağ olun bacı. Gedirəm dedi, size yaxşı gün, güzaran düzəldəcəm. Söz veririm ki, sizi bu torbuzluqdan, zımırıqdan çıxardacağım. Size yaxşı ev titdirəcəm, namazı yığacam ora. Allah ona rəhmət eləsin. Biraz dayandır. İşin yoxdur, ev yoxdur. Qoy yandırsın, sən nə işin var? Mənim üçün xoşdur bu tüstü. Necə, bu tüstü elə bizə buranın əhval ruhiyyəsini göstərir. Ənənəni göstərir. Ənənəni göstərir. Mən də uşaq vaxtında mənim də anam elə sacın üstündə həmişə mənə lavaş pişirərdi. Mən bunların hamısını görmüşəm. Elə ocağın başında mən çox oturmuşam. Mənim üçün qəribə bir şey deyil. Buna narahat olmayın.